İran dini liderinin yas mərasiminə, dəfninə Azərbaycandan 3 nəfər getdi. Bunlardan biri Milli Məclisin sədri, spikeri Sahibə xanım Qafarova, ikincisi Baş nazirin müavini Şahin Mustafayev, üçüncüsü isə Naxçıvanın baş naziri Cabbar Musayev idi. Maraqlıdır ki, bunlar təyyarədən düşərkən eyni yerdə idilər. Yəni oraya bir yerdə getmişdilər və eyni zamanda təyyarədən düşmüşdülər. Amma İran rəsmiləri ilə görüşdə biz Naxçıvanın baş naziri Cabbar Musayevi görmədik. Belə çıxırdı ki, İran rəsmiləri Cabbar Musayevi öz liderlərinin dəfnində iştirak etməyə layiq şəxs kimi qəbul etməyib və onu görüşdən, protokoldan kənarda saxlayıblar. Bəs İran nə qədər bu məsələdə haqlı ola bilər? O niyə belə hesab eləyir? Qonaqdır, qonağa sən özünə və təmsil etdiyi dövlətə görə münasibət bildirməlisən. Dövlət hansı kimi ora məsləhət bilibsə onu göndərib və sən onu da o cür qəbul etməlisən. Amma İran nədənsə Cabbar Musayevi belə çıxır ki, yaxşı nümayəndə kimi, adekvat nümayəndə kimi qəbul etməyibdir. Bəs İranın bu cür düşüncəsi nədən qaynaqlana bilər? Məncə əsas məsələ odur ki, İranın dini liderinin görüşünə bir çox dövlətlərin dövlət başçıları getdi. Məsələn, deyək ki, hətta Ermənistandan o ölkə rəhbəri, indi o həm də baş nazirdir, Nikol Paşinyan getmişdi, bir çox müsəlman ölkələrindən qatılımlar olmuşdu, deyək ki, İraqın prezidenti getmişdi, bir neçə dövlətin prezidenti getmişdi, yəqin ki, Pakistanın da prezidenti getmişdi. Yəni, bir neçə dövlətin prezidenti, dövlət başçısı, indi hökumət başçısı orada iştirak edirdi. Amma Azərbaycandan isə dediyim kimi Sahibə Qafarova ki, Sahibə Qafarova dördüncü şəxsdir, yəni Azərbaycanın dördüncü şəxsidir o vəzifə pilləsinə görə. Bir çoxları mən belə deyəndə qarşı çıxırlar, deyirlər ki, sən niyə Sahibə Qafarovaya dördüncü şəxs deyirsən? Mən əvvəla bunu deyərkən onu aşağılamaq niyyətində deyiləm. Konstitusiyadan hərəkət eləyərək bu iddianı irəli sürürəm. Çünki konstitusiyamızda göstərilir ki, prezident bir force major halı ilə qarşılaşarsa, yəni onun dövləti idarə etmək imkanı olmazsa, hakimiyyət ondan vitse-prezidentə, birinci vitse-prezidentə keçir. O da hakimiyyəti idarə edə bilməzsə, hakimiyyət bu səfər baş nazirə keçir. Əgər o da bu hakimiyyəti idarə etmək imkanı olmazsa, hakimiyyətə Milli Məclisin spikeri rəhbərlik eləyir. Bu da dördüncü şəxs deməkdir. Mən bunu deyərkən konstitusiyaya əsaslanıram. Kimlərsə mənə qarşı çıxırlarsa, kimlərsə hesab edirlərsə, mən bu sözü deyərkən böyük bir qəbahətə yol verirəm. Onda zəhmət çəkib Konstitusiya məhkəməsinə müraciət edib, konstitusiyamızı dəyişmək barədə təklif irəli sürə bilərlər. İndi nə qədər onların sözü keçərli olar, keçərli olmaz, bunu mən bilənmərəm, bunu Konstitusiya məhkəməsi bilər. Amma hər halda mənim əsaslandığım dəlil budur. Mən ona görə deyirəm, bu dördüncü şəxsdir. Yoxsa onun o şəxsiyyəti ilə mənim heç bir işim yoxdur. Görünür, Azərbaycanın dördüncü və yaxud beşinci, indi hətta təsəvvür eləyin ki, Naxçıvandan belə birinci şəxs getməyibdir. Prezidentin o nümayəndəsi də orada Naxçıvanda birinci şəxs, Naxçıvanın idarə olunmasında əsasən ona əsaslanır prezident. O belə iştirak eləməyibdir. Baş nazir ora göndərilib, prezidentin son sərəncamından sonra baş nazirin səlahiyyətləri ümumiyyətlə demək olar ki, heçə endirildi. Çünki xüsusi nümayəndənin, səlahiyyətli nümayəndənin səlahiyyətləri artırıldı. İndi o neçənci yerdədir Naxçıvanda, mən bilmirəm o baş nazir. Amma hər halda orada da birinci şəxs kimi getməmişdi oraya. Amma söhbət tək ondan getmir. Söhbət ümumiyyətlə bizim nümayəndəyik. Məsələn, baş nazir belə getməmişdi ora. Baş nazir yeri gələndə idarə etmədə çox mühüm rol oynayır da. Sahibə Qafarovadan da yüksək rol oynayır. Ən az ona görə ki,
o üçüncü şəxs hesab olunur. O belə getməyib onun müavini gedibdir. Bu onu göstərir ki, Azərbaycan dövləti bu yas mərasiminə o qədər də ciddi əhəmiyyət verməyib. Bunun da səbəbi var. Azərbaycan bunu elə belə eləmir. İndi Ermənistanın baş naziri əlbəttə gedə bilər. Ermənistanın baş nazirinə o İranın dini lideri çox böyük simpatiya duyurdu. Hətta deyirdi ki, biz 1000 illik qardaşıq, indi adam 1000 illik qardaşı rəhmətə gedibsə, niyə getməsin? Mən bunları deyərkən Xameneyini də aşağılamaq fikrində deyiləm. Ümumiyyətlə bizim kültürdə ölünün dalınca danışmazlar. Allah rəhmət eləsin. Öz o uğurlarıyla, öz savablarıyla, günahlarıyla Allahın qarşısında cavab verəcək. Bizim ona nəsə bundan sonra irad tutmaq kimi bir niyyətimiz yoxdur. Sadəcə faktı mən istəyirəm, o diqqətinizə çatdıram, onu şərh edəyəm. İran dini lideri Paşinyana, ümumiyyətlə ermənilərə həmişə deyirdi ki, onlar bizim 1000 illik qardaşımızdır, biz qonşuyuq. Nətər qonşu olublar, onu da mən bilmirəm. Nətər 1000 illik qardaşdılar, onu da mən bilmirəm. İran 1000 il boyu Azərbaycan türklərinin iradəsi altında, idarəsi altında idarə olunubdur və İrəvan da o zaman o Azərbaycan türklərinin idarə etdiyi ölkənin bir parçası olubdu. Onu sonra Ruslar qoparıb orada bir Ermənistan qurub, bütün Türk dünyasının arasına bir paz kimi yapışdırıbsa, bu tarixi inkar eləmək deməkdir 1000 illik qardaş deyəndə ermənilərə. İndi nəysə, o görünür tarixi nəzərə almadan özünün münasibətini bildirir. Deyir ki, ermənilərlə mən, biz 1000 illik qardaş kimi yaxınıq. İndi təbii ki, Ermənistanın baş naziri də bu diqqətə, bu o qayğıya adekvat addım atıb, onun dəfnində iştirak eləməlidir. Bəs Azərbaycan niyə iştirak eləməlidir? Bir nömrəli o şəxs səviyyəsində axı bizə o münasibət göstərilməyib. Hətta indinin özündə belə İran rəsmiləri həftə 8, mən 9 Azərbaycana barmaq silkələyib Zəngəzur dəhlizini aça bilmərsiniz deyir. Halbuki Zəngəzur dəhlizinin açılması bizim o Naxçıvanda, hansı ki o dini liderin yasına gedən baş nazirin idarə elədiyi Naxçıvanla Azərbaycan arasında bir əlaqə qurur. Bu əlaqəni belə imkan verməyən bir dövlətdən söhbət gedir. Niyə Azərbaycan orada ən yüksək səviyyədə təmsil olunmalıdır ki? Bu suallar istər-istəməz qarşımızdadır və bu suallara cavab tapmayana qədər mən hesab eləyirəm ki, o İranın bizdən inciməsi, bizdən küsməsi doğru məsələ deyil. O ki qaldı o məsələnin hüquqi boyutuna, hüquqi müstəvisinə. Azərbaycan prezidenti dəfələrlə, hətta bir dəfə açıq şəkildə Pezişkyan burada olarkən, ya o gəlməmişdən əvvəl ya sonra belə bir açıqlama verdi. Dedi ki, bizim üçün İranda rəsmi şəxslər, legitim şəxslər dini liderlər deyil. Biz demokratik dövlətik, sekulyar dövlətik. Biz sekulyar dövlət və hüquqi dövlət olduğumuz üçün bizim üçün o legitim şəxs xalq tərəfindən seçilmiş şəxsdir ki, bu da İranın prezidentidir. Yəni o hesab edir ki, Azərbaycan prezidenti hesab edir ki, dini lider legitim şəxs deyil. Legitim şəxs o yəni dini yox, siyasi liderdir ki, bunu da xalq seçir. İndi ölən isə, rəhmətə gedən isə dini liderdir. Azərbaycan onun yasına birinci şəxs səviyyəsində qatılardısa, bu o deməkdir ki, Azərbaycan öz prinsiplərinə, öz konstitusiyasına hörmət eləmir. Çünki Azərbaycan konstitusiyasında açıq şəkildə bildirilir ki, Azərbaycan sekulyar, hüquqi, demokratik və unitar dövlətdir. Yəni, və bu prinsiplər heç zaman dəyişdirilə bilməz, hətta o referenduma çıxarıla bilməz. Yəni, istər-istəməz Azərbaycan prezidenti də bu aspektdən hərəkət eləyib, bu prizmadan hadisələrə yanaşıb addım atmalıdır. İndi onun dini liderin dəfnində nə işi var? Dini liderin dəfnində, yəni belə deyək, bizim dini liderimiz gedib iştirak eləyə bilər. Çünki bizim sekulyar dövlətimizin nəzərində o İranın dini lideri bizim Allahşükür Paşazadəmizdir. Yəni belə deyək, İranın Allahşükür Paşazadəsidir. Bizimlə
bizim dövlətlə İran arasındakı o əlaqədə ancaq dini liderlər səviyyəsində bir o münasibət qurula bilər də. Deyək ki, yəni dini lider görüşə bilər, onun yasına o gedə bilər. Üstəlik mən bunu deyərkən bir çoxları yəqin ki, ağız büzəcək, deyəcək ki, o Allah şükür sən niyə Xameneyini eyniləşdirirsən? Mən eyniləşdirmirəm, qanunlar belə deyir. Allah şükür Paşazadə 4 dövlətin dini lideridir. Yəni bu tək Azərbaycanın dini lideri deyil. Həm də Gürcüstan müsəlmanlarının dini lideridir, çünki Qafqaz müsəlmanları idarəsinə rəhbərlik eləyir. Həm də Ermənistan, indi baxmayaraq ki, Ermənistanda müsəlman qalmayıb, hamısının kökünü kəsiblər. Həm də Ermənistan müsəlmanlarının, indi Ermənistan müsəlmanları oradan çıxsa da hər halda Azərbaycanda yaşayanlar da Qərbi Azərbaycan müsəlmanları hesab olunurlar, onların dini lideridir. Həm də Rusiya müsəlmanlarının, Qafqaz müsəlmanlarının, yəni Şimali Qafqazda yaşayan müsəlmanların dini lideridir. Bu nə deməkdir? Bu o deməkdir ki, Allah şükür Paşazadə Həzrətləri 4 ölkənin dini lideridir. İran isə bir ölkədir və onun da dini lideri bir ölkənin dini lideridir. Yəni Xameneydən belə götürəndə Allah şükür Paşazadə, mən bunu hüquqi cəhətdən deyirəm, yəni şəxsiyyət olaraq demirəm, şəxsiyyət olaraq bilmək olmaz kim kimdən üstündür, kim kimdən artıqdır, onu Allah bilər. Amma qanuni olaraq, hüquq olaraq Allah şükür Paşazadə Xameneydən 4 dəfə artıq, belə deyək, dövlətin o dini lideridir. Yeri gələndə onun hüzuruna getmək, o belə, yəni onun dəfninə getmək Allah şükür Paşazadə üçün biz nə bilim, yəni o getməlidir, başqa birisi gedə bilməz. Çünki dini liderdir bu. İndi kimlərsə buna etiraz edə bilər, deyə bilərlər ki, İran o hakimiyyəti dini liderin əlindədir. Ola bilər təbii, amma yenə deyirəm, bu Azərbaycan üçün nə qədər keçərlidir, bu mübahisəlidir. Hər halda bizim prezident hesab edir ki, Azərbaycan üçün legitim şəxs xalq tərəfindən seçilən şəxsdir. Dini lider isə xalq tərəfindən seçilməyib. O 3-4 dənə molla yığışır, bunu özünə lider seçir. Buna görə də 93 milyon, ya indi 95 milyon əhalinin insanın dini liderinə çevrilir və buna görə də hakimiyyətə gəlməsi təbii ki, bizim hüquq baxımından mübahisəlidir. İndi ona görə də İranın bizim Naxçıvan nümayəndəsinə, Naxçıvanın baş nazirinə o cür münasibət bəsləməsi əslində bir hörmətsizlikdir. Mən hesab edirəm ki, Azərbaycan İranın bu hörmətsiz hərəkətinə bir cavab verməlidir.